Bəli, dəyərli izləyicilər, bazara gəzirəm, baxıram, müşahidə aparıram. Çox bərbad bir bazar görürəm. Real alış-verişi mən şahid olmamışam. 2007-ci ildir. 2.2 dizeldir. 236 min yürüşdədir bu W211. Mən göstərirəm, deyir Beskraskadır qardaş, deyir heç bir kənar rəng dəyməyib, yəni qəzası vurğu olmayıbdır. Dəyərli izləyicilər, yəni nə boyda bir mühərrikdən gedir söhbət. Qapını açdı ki, mən interyerini sizə təqdim edeyim. Yəni görürsünüz, W211-in interyeri 22.800 deyilir bu 2007-ci ilin 2.2 W211-i, dəyərli izləyicilər. Burada bir maraqlı bir maşın var. Söhbət Nissan X-Trail-dən gedir. Avtomobil 43 min yürüşdədir və servisdir. 2013-cü ildir və avtomobil 2.5 benzindir. Yəni orijinal özüdür. Özüdür, X-Trail-in orijinal özüdür. 43 min yürüşü burada görürük. Dayı da deyir ki, servisli, servis kitabçası da var. 27 min manat da bu X-Trail-in start qiymətidir, dəyərli izləyicilər. Yer gəlmişkən, avtomobilinizi satmaq üçün bazara gəlmək niyyətiniz yoxdursa, digər avtomobil satış səhifələrindən bezmisinizsə, yeni avtomobil satışı saytına daxil olub avtomobillərinizi yerləşdirə bilərsiniz. Neçə elan yerləşdirirsinizsə yerləşdirin, limitsizdir. Söhbət maşınsat.az-dan gedir. M4-də yığılan F36, 2 twin turbo mühərrikdədir bu F36. Equinox'lara xalası olanları deyək, Traxxaslardan gedir söhbət. O birisi 20'dir, bu da 17. Görünüşü bir-birindən o qədər də ciddi formada fərqlənmir.